Selamünaleyküm hər birinizə. İndi gəldim, oturdum maşına. Xodlamışam, hava yığılsın. Tərpənirəm. Yolumuz Xanova gömrüyüdür. İnşallah qismət olsun. Moskvaya getməliyik. Yəqin ki, sağ-salamat mal aparıb təhvil verərik. Heç bir problem olmaz. İzləmədə qalın. Halcada yenə də hər bir başıma gələn hər bir şeyi yol boyu çəkilişlər eləyim. Görün burada kim var? Zaur, Tambov'dan tanıdığımız Zaur. Bu da onun Galimbagen'i. Mahal nömrə yazarla. Xoş izləmələr. Neçə vaxtı mənə yalvarırdı ki, mən oradan su qabı gətir İrandan. Alıb gətirmişəm. İndi onu gəlib götürməyə. Pulunu da verməyim. Özdə pulunu da verməyim. Yəni hara qoymuşam mən onu? O bir tərəfə. At odun götürmə, atma. Özə məndə kimi qırmızısından istədi. Tələsmə, Zaur, tələsmə. Sığ, qalır. Qalır. Bunu da aparıldı. Götür apar. Xeyirli olsun. Necə deyərlər, Allah sən özünə şəxsi maşın qismət eləsin. Onda mən sən bundan bir dənəsi padarak eləyərəm. Yox, qarda yox, üstündə olur. Necə sevinir ona. Mən də yolum hələ uzundur, yolumuz indi başlayır. Gəl xaldiyin temperaturuna baxaq. Xaladeykimizdə qaydasında işləyir. Gördüyü işi tamamlayır. Uşağa hava olsun. Tələsmə. Düz eləmişim, elə keçəcək. Bilirəm, şimdi burayı elə, o qoymurdu buraya. Sağ ol. Buranı bağla, o çıxanı da yerinə sal ha, yoxsa bağlanmayacaq. Mənə bağlandı. Qapını biraz arala, o dəmiri yerinə sal. Həm də orman olsa, qalq yerimə. Tutuzura bilirim ha. Qocalı bir Xəbəriniz də olsun ki, bu xaladenikdə sürmür, qorxusundan keçib tentə. Başın dinc. Salamat, at bağla. Sağ ol. Bu tərəfi sök, o tərəfi sök, üstünü sök, arxasını sök. Bizdə amma bir dənə qapıdır. Xoş izləmələr abi ya. İnşallah qarşılar salamat gəl, salamat gəl. Öpürəm. Bu da bunun duası mənim üçün. Deyir, sağ uşaqların duası tez qablı. İşte, yolda yenə çəkəcəm. Ödənişli yoldayam. Gözəl mənzərə ilə. Hava elektrik stansiyalarından, külə elektrik stansiyalarından gedirəm. Baxa. Burada Japon Hamza var. Hər kəsə məsləhət görürəm, ona baxsın. Çox maraqlı vloglar çəkir. Yaponiyada, Tokyoda, yəni cürbəcür ölkələr, şəhərlər gəzir. Saat 17:15-dir. Xırda gedirik. Görək çataq şeyə, Xudatda Food City-yə. Onun qabağında şey var da, zapravka var. Mən həmişə oradan dolduram bakları deyəm. Orada hər şey, bütün bakları doldurup oradan da gedək. Sağ salamat. Bu da mən. Bilməm nədirsə yorğunçuluq var məndə. Evdə qaldım, amma öyrəşmişəm.
düşmüşəm ki, maşında yatanda öyrəşirəm maşına, sonra davamını yata bilmirəm evdə. Ona görə az yatmışam. Dedim inşallah keçim gömrüyü. Oradan da Rastamoşkaya girək. Orada polunu yataram. O da sabah saat 5'ə qədər çətimizə sənət verələr. Görək inşallah. Yolcusu yolunda gələk. Axşamınız xeyir. Gəldim, çatdım Xudata zapravkaya. Qismətdən zapravkada bəlkə bir 4, 5, 6-cı maşın mənəm. Yəni ən az saat yarım növbə gözləyəcəm də burada. Görək. Zapravka eləmək üçün. Günümüzə güzəramıza bax da. Xeyirlisi inşallah. Dən maşınlar geçsin qabağa, mən də gedim qabağa. Zapravkadayıq. Zapravkayı qutarırıq. Sistemə zadına biraz töküldü. Yerə zat töküldü, dağıtdı. Tamamdır. Buralar dağıldı. Buyur. Şeyler, kartı Oldu ki. dondu da bu. Buyur. 496. 496. Şimdi bak elədik. Həmişə bu zapravkadan vuram. Burada həm bonuslar verirlər karta, həm də pulsuz moyka da eləyirlər maşını, amma da bu gün elətdirməyəcəm. Pit stop. Bilməm, 4 tane yapsın. Petin bakını dolduranda orada daşdı bütün. Oradan aktı. Ayağıma kadar töküldü. Ayağım parıldayır. Şimdi videoda görsəm. Bu işte böyle şeyler olur. Ev yoxdur. Yaxşıdır. Şalvarım laskım. Salyarka olmadı. Buradan çıxıb birbaşa gömrüyə. Zapravkaya çıxdıq. İndi xırda gedirik Xanaba gömrüyünə tərəf. Saat 9'a 13 dəqiqə işləyib. Gedim çatım. Girək, keçək gömrüyü. Sağ salamat inşallah. Hava soğuyan kimi yenə həmən aşıqqa gəlib. Araz fren sistemi, arıza, EBS. Həmən başa çapılmıyor ki, bu niyə beləcilədir. Xeyirlisi inşallah. Gedirik yavaş. Gömrüyə çatdım. Deyim tez bunu çəkim. İçəri olmazsa çəkiş eləmək. Və gömrüyün içində bir dəqiqə tərəzidən düşdüm. Gedirəm GPS-i açsınlar. Ondan sonra aforum teliyim. Yoxlasınlar maşını. Gedim neytrala. Saat 22:18'dir. Mən bu dəqiqə Rusun neytralındayam. Rusun deyəndə yəni neytral zonadayam. Rusun gömrüyünə tərəf gedirəm. Azərbaycan gömrüyünə keçdik. Axşamınız xeyir. Saat 23:42. Gömrü işlərim bitdi. Rus gömrüyündən çıxıram. Gedirəm Rastamoşkaya, Viaduka. Rovnu 3 saata bütün işlər bitdi. Əla oldu. Qarşımda indi maşın var. O geçsin, ondan sonra mən gedəcəm. Uzun çəkə bilmirəm də, indi o tərəfindən kimi saxlayacağım görüntünü. Çatdım Viaduka. Usta maşınlar çox gəlibdi ya.
çöldə otsayt var. Görək hələ içəridə yer tapıb saxlaya biləcəyik. Maşınlar dayanıb. 2, 4, 5. Mən də 6-cı maşına. Yəni o tramplin yollar adamı elə yorur. Mən də vallahi çox yoruldum da. O yol sürürsən, eləyirsən, yorulmursan. Yəni o tramplin yollar yorur. Düzdür, sağ olsunlar tramplinin bir 80%'nin yerindən dağıdıb götürüblər. Amma yenə də tramplin çoxdur da. Köhnə tramplinlərin yerlərini bilmirsən haradır. Hamısı sürəti azaldırsan. 20-30 ilə sürürsən, nə bilmə elə içinə. Görək də başımıza nə gəlir. Buradan da girək içəri. Sənədləri verək. Ondan sonra yer tapıb saxlayıb yatmaq. Sabah çəkilişə davam edərik. Qabağımda 2 yoxsa 3 dənə maşın qalıb. İçəriyə 2 maşın girir. İndi saat 12:36-dır. Viatkın içində qanunu biraz yenə dəyişiblər. Əvvəllər elə bir gəlirdi, dayanırdın. Səhər saat 9-da bir dənə kağız var, aparıb onu verirdin. Əgər gecə gəlməsənsə. Üstünə salam. Gəlirdi, arxasına özləri açırdılar. Oradan gətirdiyi maldan götürürdülər. Həkimə yoxlanışı göndərirlər. İndi bir bütün maşınlar sürür, gəlir arxasına verir ambara, oradan qapısını açırlar, maldan boşaldırlar, maldan götürürlər, təzən bağlayıb qoyurlar yerinə. Yəni vəziyyətimizi artırırlar sadəcə olaraq. Yoxsa əvvəl heç maşın saxlayın, özləri gəlib qapısını açıb götürürdülər. Tutardı getdən, rahat olurdu. İndi etsə də belə bir əziyyət verirlər. Əziyyət verirlər deyəndə, yəni qanundur da. Qanunu belə eləyiblər, gözləyirik bizdə. Bütün maşınları böyle gözlüyor. Burada arkasında yerler, orada yoxlayırlar. Akşamınız xeyir olsun. Yadımdan çıxmışdı video çəkmək. Əsəbləşmişdim deyə konkret olaraq. Yadımdan çıxmışdı video çəkmək. Mən İranda yük yükləyəndə Moskva adıyla işləmişəm, Moskva daşıb işləmişəm. Amma sən demə, malın yiyəsi o İrandakı deyib, həm Krasnodar ola bilər, həm Moskva ola bilər. Amma İranda o adam mənə demədi onu. Ona görə şimdi demədi ki, mən İrandan yükləyirəm, belə bir problem yaşayıram. Heç nədə indi mən Krasnodara gedəsi oldum. Rastamoşkadan çıxdım, viyadukdan hardasa 2 saat əvvəl, 3 saat əvvəl təqribən 2 saat 40 dəqiqə əvvəl çıxmışam, yoldayım, gedirəm, Maxaçkalaya çatıram, Krasnodara gedirəm, yəqin ki bugün səhərə qədər sürəcəm, bir minvoda çatacam, sabahda minvoddan da qalanını sürəcəm, gelib çatacam Krasnodara. Krasnodar Moskvadan yaxındır, sadəcə olaraq mən qabaqcadan Moskva bildiyimə görə mənim oğlu bir şey vermişdi, onu aparırdım Moskvaya, korobkalarda. Oğlunlar orada oxuyur, onun üçün bəzi işlər göndərmişdi. Onları özümdən təhdən geriyə qaytaracam. Həm oğlun da yanımda. Bilmirəm. Görək, yavaş-yavaş gedirəm. İndi əsəbimi soyuyum, onun üçün bir video çəkeyim. Yəni belə insanlar olur. Kim ki İrandan yük yükləmək istəyirsə, birinci olaraq, birinci növbədə yükləməmişdən belə əvvəl klientin özü ilə danışsın. Çünki beləcə yalan dolan işlər görürlər. Heç də eləyə bilmirsən, niyə necəksən ki? Deyəcəksən, gelmirəm, cəmatın malını aparmayacaqsan, aparmalısan. Deyərsən, Moskvanın pulunu ver, dava qırğın düşəcək. Başa düşən olanı da verəcək, başa düşən olmayanı deyəcək, qarşı, mən onunla bu qiymət danışım, o sənə aldı.
Bakıdan da həmin qiyməti verirlər. Yəni İrana girməyim, eləməyim, bütün əziyyətim özümə qaldı. Bütün o rasxodlar özümə qaldı. O rasxodlar çıxanda inanın ki, Bakıdakı qiymətdən də hələ bir $100 aşağı düşür. Nə bilim, belə də sağ-salamat gedək çataq sabah kassalara. Yükü satsınlar, problemsiz. Orada da yükləyək Gürcüstana inşallah. Xeyirlisi. Qəşəng görüntüdür. Bura elə bil ki, Maxaçqalan qoşa yolu deyirik biz buna. Səliqəli yoldur. Burada zapravka var, bu solunda qırmızı zapravka. Bu qırmızı zapravka. O heç sağına yadımdan çıxmaz. Bir ora, bir də burada daxil servis var. Ora. Çünki gəlin elə bunu sizə danışım. Təzə işləyən vaxtı oradan mən deməli belə bu tırla reisdən gəlirdim. Maxaçqalan yekə padiyomu var. Çox, yəni şoferlər hamısı bilir. Düz yuxarı qalxırsa 3-4 kilometr, 100 aşağı düşürsən. Bəlkə 3-4 kilometr mən az deyə, bəlkə daha çoxdur. Ora qalxanda gördüm, o üstülədi maşın. Saxladım. Patrubka patlamışdı təzyiqlə. Elə bir ki, antifriz hər şey töküldü, patrubka patladı. Düz padiyomu çıxıb tarmağıma arası bir 150 metr qalmış. Neyse orada içeriye binmene bakarım. Biraz su var, tökdüm. Oranı kaldırdım, oradan güzel aşağı gelirsen. Üz aşağı başını bıraktım. Geldim düz bu zapravkanın yanında saxladım. Zapravkanı keçib sağda saxladım. Çünki zapravkada su zat doldurma olur da. Oranın kabinkanı kaldırdım, baxdım, tapdım patrubkanı. Yekə patrubkadır, motordan çıxıb birbaşa keçir şeye. Antifriz batırına. Onu çıxartdım, getdim elə üzü böyle daf servis var yeni qismətdən. Elə oradan aldım, gətirdim, taxdım üstünə. 5 litrik bakaşkalarda su daşıya doldurdum. Bu tırlara da su doldurmaq olmaz. Bu əlində pul açıydı, məcbur su doldurdum. Su doldurdum, gəldim, satdım kömrüyə. Həmin reis Bakıya çatan kimi tez antifrizə dəyişdim. İlk dəfəydi ondan xarab olurdu, elə bir şey olurdu. Təzə işlədik vaxtdaydı. Çox qorxmuşdum ki, mən necə eləyəcəm, nə düz eləyəcəm. Ona görə əsl ki, yoluna qoymuşdum, yola gedə bilmişdim, davam edə bilmişdim. Qalmamışdım yarı yolda. İndi bu Maxaçqalan keçdiyi quruq qaldı altında. İndi üzü yuxarıya dırbaşmağa başlayırıq. 30-la, 40-la belə gedəcək. Heç nə. Yoluma devam edeyim. Gecəniz xeyir. Saat 01:37'dir. İndi Rengendə 2 saat növbədə qaldım. Rengendən keçdim. İndi qatı duman var. Dumanda yol gedirəm. Yolumuz Krasnodar. Postqayıdır bura. Dumandan post olduğu görsənmir, riski gördüm, saxladım. İndi hal-hazırda Çeçenistana girdik deməkdir. Duman var. İndi ekrandan, kameradan açıq görsənir, amma yəni qatı duman var. Hava da 7 dərəcədir, soyuqdur. Yavaş-yavaş gedirik. Mənim yatacağım yerə, yəni 1000 voltda yatmaq istəyirəm. Rovnu 5 saat yol var. Varsa 7'də inşallah yəqin çataram ora, səhər 7'də yataram. Bir də 3-4 saat yatıp oradan sonra səhv eləmirəmsə 370 kilometre falan belə yol qalır. 370 kilometre yol qalır. O da 5 saat, 6 saat deməkdir. Yəni böyük bir yolumuz qalmır. Belə qatı dumanda yavaş-yavaş gedirik. Ama zaten her zaman yavaş sürürəm. 77 artıq sürmürəm.
başqa gedən maşın yoxdur. Hamı yatır. Hava yavaş-yavaş başlayıb işıqlanmağa. Saat hal-hazırda 06:14'dür. Mənim də 55 kilometrim qalıb. Çox az qalıb. Satım inşallah. Satayım. Orada Lukoil zapravka var. Sizlərin qaçırıram. İnşallah orada satlayayım yatım. Sabaha da 370 kilometre yolumuz qalacaq. 70 kilometre yolda yəni təqribən 5 saat, 6 saat deməkdir. Yəni bir şey qalmır. Ən çox yolu bu gün getmiş oluram. Hal-hazırda deməli 600 kilometre gəlmişəm. 53'e qalıb, 653, yəni 653 bunu sürmüş oluram. Sabahda 170 qalırsa, deməli o şey 1020 kilometr. Rastanlara qədər olan məsafə. Köprükdən, Çerezdən. Çox adam Çeçen yolundan qorxur. Bəs ilişirlər, eləyirlər. Amma yəni ən rahat yol elə Çeçen yoludur. Heç kim dəyib dolaşmır. Və çalışacaq gecə gedəsən ki, yolları boş olur, trafik olmur. Çox svetoforları, çox trampolinləri var. Ona görə şorta vaxt gedəndə, yəni maşınlar çox olur, trafik olur. Gec gedirsən. Gün yavaş-yavaş çıxmaq istəyir, amma sağ tərəfindən çıxır deyə, yəni onu göstərə bilmirəm. Hələ ki, yavaş-yavaş hava işıqlanır. Yolçu yolunda gərək çatım, bir də orada çəkəcəm. Salam saxlayanda yatacam sonra. Sabahınız xeyir. Saat bu dəqiqə 06:59'dur, yəni 7 tamam olur. Çatdım Lukoil'a. Görüm yer var saxlamağa, saxlayayım yatım. Yəqin ki bu vaxtca durub gedərlər də, yer olar. Yer olmasa işimiz vardı bizim. Ha, yer var qabaqda. Maşın arasında verim. Alsın. Temperatur 1.5 dereceli. Avtonom qoşdum ki, içəri qızsın. Süper hava var. Arkada gün çıxır. Maşını saxladım. Biraz da maşını çəkim. ...650 kilometre yol geldim. Buradan önce kalıp 370 kilometre. İşte. Ben yatım. Gün ortağınız xeyir. Ben önce oyanmışam. Saat yəqin ki 1'dir. Getdim özümə hot dog aldım. Lukoil'un hot doglarını sevirəm.
Çok dadlı olur. Düzdür biraz bahadır. Ama dadlıdır. Bunu yiyeyim. Yolumuza devam edək. Hava çox gözəl görsənir. Amma küləyə qarşı gələcək. Bu biraz yaxşı olmadı. Bir də yeyeyim bunu. Yolumuza devam edək. Yolcu yolunda gələcəyib. Yolumuza devam edirik. 370 km yolumuz qalıb. Krasnodar bazarına. Bir də ora çataq. Malı təhvil verək. Yəqin olduğunu elə YouTube'da belə paylaşaram. Artıq Krasnodardan da geriyə Gürcistan yükümranda onu da bir ayrı bir video kimi çəkərəm, paylaşaram və istəyirəm belə bir şey eləyim. Krasnodardan yatmadan birbaşa Gömrüyə sürün. Görüm neçə saata birbaşa gələ biləcəm Gömrüyə. Onu yoxlayacağım. Eğer sizlere bir video çekmemi istiyorsak rəylərdə bildirin. Biraz motivasiya edin beni. Yatmadan birbaşa sürün Krasnodardan Gömrüyə. Bakı, Azərbaycan Gömrüyü ilə. Xanobay Gömrüyü ilə. Hava çox qəşəngdir. Buludlar, səma çox gözəl görsənir. Geldik, çatdıq Krasnodar bazarına. Bütün yol propkaydı. Zulümlə gəldim, çatdım. O 370 km yolu. Demək olar 7 saat yarıma gəldim. Geldik, çatdıq şükür. Krasnodar reysimiz tamamlandı. Sabahdan bilmirəm, mağazinə verəcəklər, yox satacaqlar da orasını bilmirəm. Heç nə. Necə deyərlər, kanala abunə olmağı unutmayın, rəy yazın, like eləyin, bəyənin, dəstək olun da bir sözlə. Burada Krasnodarda indi internet tamamilə kəsilib, deyəsən burada axşamlar internet olmur. Saat 8-in yarısı oldu, internet bağlandı. LTE 4G görsədir, amma içində internet yoxdur. Hər nəysə, bizim yolumuz bura qədər idi, özünüzdən müğayət olun. Dəstəyinizi əsirgəməyin. Sağ olun.